Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə böyük qayıdışa dair 1-ci dövlət proqramının tədbirləri planı çərçivəsində bərpa və yenidən qurma işləri ardıcıl şəkildə davam edir. Geri qayıdan əhalinin təhlükəsiz və ləyaqətli yaşayışını təmin etmək üçün Azərbaycan dövləti bütün zəruri addımlar atır. İnfrastruktur tam şəkildə yenidən qurulur. Bölgə TV xəbər verir ki, bu barədə qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsindən bildirilib. Qeyd olunub ki, Xankəndi şəhərində də orada daimi qeydiyyatda olan keçmiş məcburi köçkünlərin geri qayıtması istiqamətində işlər görülür. Dövlət Komitəsi sədri tərəfindən komitənin inzibati binasında və bölgələrdə Xankəndi və Kərkicahan sakinləri ilə bir neçə görüş keçirilib. Onların böyük qayıdışla bağlı suallar cavablandırılıb, müvafiq izahlar verilib. Dövlət Komitəsinin məşğulluq sektoru və aidiyyatı dövlət qurumları tərəfindən məşğulluqla bağlı layihələr icra edilir. Sakinlər təlimlərə cəlb olunur və peşəkar bacarıqlarına uyğun avadanlıqla təmin edilirlər. İşğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı sursatlarla bağlı təhlükənin aradan qaldırılması məqsədi ilə təmizlənmə işləri aparılır. Eyni zamanda əhali üçün maarifləndirmə tədbirləri keçirilir. Bir neçə gün əvvəl bu istiqamətdə növbəti tədbir Xankəndi şəhəri və Kərkicahan qəsəbəsinə köçürüləcək ailələr üçün təşkil olunub. Dövlət Komitəsində keçirilən görüşdə məcburi köçkünlərin sosial müdafiəsi məsələləri barədə məlumat verilib, mina təhlükəsinə dair video çarxlar nümayiş etdirilib. Köç prosesi bərpa quruculuq qrafikinə uyğun şəkildə həyata keçirilir deyə məlumatda bildirilib. Qeyd edək ki, məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdə köçürülməsi zamanı ilk növbədə qəzalı və ağır şəraitdə yaşayan ailələrə mərhələli qayıdışı təmin edilir. Yaşayış sahələri keçmiş məcburi köçkünlərin rahat və təhlükəsiz həyatını təmin etmək üçün bütün sosial texniki infrastrukturla təchiz olunub. Dilbər Vüqarqızı, Bölgə TV.